Artıq bütün ixtisas qrupları üzrə birinci mərhələ yekunlaşıb. İyul ayında keçiriləcəyi ikinci cəhddə isə abituriyentlər üçün sonuncu və əlavə fürsət hesab olunur. Bu mərhələ abituriyentlərə nəticəni daha da artırmaq imkanı verir. Bəs ikinci cəhdə necə hazırlaşmalı, nələrə üstünlük verilməlidir? Ekspertlər bildirirlər ki, bu mərhələ üçün əsas amil sistemli təkrardır. Abituriyentlər səhv etdikləri mövzuları təkrar etməli, test strategiyasına önəm verməlidirlər. Ekspert Kamran Əsədovun sözlərinə görə ikinci cəhd zamanı abituriyentlərin az qala 40%, hətta daha çoxu əvvəlkindən daha yüksək bal toplayır. İxtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq istəyən şəxslərin yalnız kifayət qədər vaxtları var ki, 3 fənn üzrə hazırlaşsınlar. Bu müddət ərzində, yəni imtahandan bir aydan biraz az qalmış vaxtda abituriyentlərə tövsiyə edirəm ki, yalnız imtahan sualları üzərində işləsin. Yəni söhbət ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzinin siniflər üzrə və ümumi test bankları var, OTK-nın testləri var, əvvəlki illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınav və qəbul imtahanları var. Bu müddət ərzində yalnız və yalnız həmin sınav imtahanlarını işləsinlər. Bütün ixtisas qruplarına bu aiddir. Hansı test tapşırıqlarındakı mövzulara çətin cavab verə biləcəklərsə, bilməyəcəklərsə və bundan sonraki vaxtda ancaq həmin mövzuların təkrarına yönəlsin. Ekspertin sözlərinə görə tədris ili arxada qalsa da indi məqsəd yönlü və qısa müddətli hazırlıq mərhələsidir. Davamlı oxuma yerinə fasiləli və təkrarlı oxuma yaddaşı daha da gücləndirir. Bundan başqa abituriyentlər özlərinə süni gərginlik yaratmamalıdırlar. Hər gün bütün fənlər üzrə Dövlət İmtahan Mərkəzinin test banklarını, sinif testlərini, əvvəlki illərdə istifadə olunmuş qəbul və buraxılış imtahanı modellərini onlar işləsinlər sınaqları və sınaqları, qəbulları işləyəndə görəcəklər ki, məsələn, şərti olaraq deyirəm, tarix fənnindən Qaraqoyunlu Haqqoyunlu mövzusunu və yaxud da ki, 19-cu əsrin 40-cı illərki islahatlar mövzusundan test tapşırıqlarına çətin cavab verirlər, müəyyən qədər zəif bilirlər, güclərini ona görə atsınlar. Və yaxud da 3-cü ixtisas qrupunda Azərbaycan dili fənnindən hansısa nitq hissəsindən, cümlə üzvünə bağlı olan mövzunu zəif bilirlərsə, ancaq və ancaq həmin mövzuya diqqət ayırsınlar. Bu müddət ərzində yalnız testlər üzərində işləsələr, nəticələrini minimum 40 bal artıra bilərlər. Yəni əvvəlki illərin təcrübəsi bunu bir mənalı şəkildə göstərir. Ekspert qeyd edir ki, hazırlıq dövründə stressdən uzaq durmaq, yuxu rejimini pozmamaq da nəticələrə birbaşa təsir edir. İslam Əşrəfov, Ramal Abdullayev, Xəzər xəbər.